Salam, hər vaxtınız xeyir dostlar, xoş gördük hamınızı. Bu dəfəki videomda mən sizə modeminizin, Wi-Fi modeminizin adını və parolunu necə dəyişmək olar, onu öyrədəcəm. Bunun üçün biz ilk öncə modemimizin IP koduna 192.168.1.1 tepelik modemlərində standart olaraq bu qalır. Bunu yazıb parametrlər bölməsinə daxil oluruq. Məndə hal-hazırda bu IP kodun şifrəsi və istifadəçi adı yaddaşda olduğu üçün məndən şifrə və istifadəçi adı istəmir. Sizdə qarşınıza bölmə çıxacaq orada. Login və parol soruşacaq. TP-Link modemlərində əgər dəyişməmişsinizsə standart olaraq login admin, parol admin olaraq qalır. Və daxil olduq TP-Link modemimizin parametrləri bölməsinə. Burada gördüyünüz kimi modeminizin surəti haqqında məlumat verir. Məndə gördüyünüz kimi 150 megabit maksimum surəti 150 megabit surətdir. Yəni maksimum 150 megabit surətə qədər mən internet xəttindən istifadə edə bilərəm. Yəni provider mənə 150 megabit surətə qədər verə bilər. 150 megabit surətdən artıq mənə verdikdə surəti mən modemimi dəyişməliyəm. 300 megabit surət modem almalıyam. Və hal-hazırda bizdə, yəni bizim ölkəmizdə bu surət olmadığı üçün bizə 54 megabitlikdə sərf edir. Bizdə maksimum 10 megabit, 20, çox istifadəçilər 2 megabit, 4 megabit belə istifadə edir. Biz gələk interfeys bölməsi, interfeys sötüb bölməsinə. Burada wireless bölməsinə klik edirik. Burada gördüyünüz kimi aşağı hissədə SSID yazılıb burada. Gördüyünüz kimi SSID. Mənim modemimin adı ByAfik olaraq yəni yazmışam bunu. Siz bunu dəyişə də bilərsiniz. Yəni bura TP-Link və yaxud sairə bir şey yaza bilərsiniz. Modeminizin adını nə qoymaq istəyirsiniz onu yaza bilərsiniz. Bunu VPA2 PSK olaraq saxlamanızı məsləhət görürəm. Burada gördüyünüz kimi aşağı hissədə Preshared key yazılıb burada. Bu isə modemimizin şifrəsidir. Yəni buradan dəyişə bilərsiniz. Siz bura istədiyiniz bir şey, yadınızda qalan nömrənizi və yaxud öz adınızı və s. nə istəsəniz yaza bilərsiniz. Yazdıqdan sonra mən dəyişməyəcəm burada ad və parolu. Sadəcə sizə nümunə kimi göstərəcəm. Dəyişdikdən sonra save edirsiniz. Save etdikdən sonra, artıq yaddaşa düşdükdən sonra sizdə burada aşağı hissədə itəcək. Modeminizin yeni yazdığınız ad gələcək. Burada modeminizin seti itəcək. Artıq tanımayacaq. Yəni şifrəsi dəyişdiyi üçün tanımayacaq sizin modeminizi. Burada gördüyünüz kimi mouse'un sağ düyməsini vurduqda gördüyünüz kimi bağlandığım kəsb vəziyyət və xüsusiyyətlər. Əgər sizə rus dilindədirsə, orada svojstva yazılacaq. Məndə Azərbaycan dilində olduğu üçün xüsusiyyətlər yazılıb. Xüsusiyyətlər bölməsinə klik etdikdə burada gördüyünüz kimi simvolları göstər, yəni şifrəni göstər. Şifrəni göstərdə burada gördüyünüz kimi məndə yəni parolum görsəndi. Siz burada yeni yazdığınız şifrəni artıq bura yazırsınız. Yazdıqdan sonra OK etdikdə artıq sizin kompüteriniz modemi tanıyacaq. Yəni şifrəni təsdiqləmiş olacaqsınız və siz modemə yəni istifadə edə biləcəksiniz. Bir çoxları yəni şifrəni dəyişdikdən sonra yəni şikayət edir, bildirir ki, yəni kompüterimdə set itdi, gəlmədi və demək istəyirəm onlara ki, yəni burada mouse'un sağ düyməsini klik edib xüsusiyyətlər bölməsinə gəldikdə burada siz simvolu heç bunu göstərməmiş də elə bilirsiniz, amma göstərsəniz yaxşı olar ki, siz burada yazdığınız şifrə, yəni bilin ki, nə yazılıb, səhvlik olmasın. Və yeni şifrəni yazdıqdan sonra OK edirsiniz və sərbəst şəkildə kompüteriniz modeminizə daxil olur və istifadə edə bilirsiniz. Növbəti videolarımızda görüşənə qədər izlədiyiniz üçün təşəkkürlər. Hər hansısa bir iradı, təklifi, problemi olan videonun alt hissəsində kommentariya bölməsinə müraciət edə bilər. Çox sağ olun.